Salam dəyərli YouTube izləyiciləri. Bugün sizi doğma aparatımın yanından salamlayıram. Hər zaman soruşursunuz ki, gastroskopiya aparatı necə olur? Bax görün, bu aparatımızla biz mədəni müayinə edirik, problemlərimizi axtarırıq, diaqnoz qoyuruq. Bəzən də polip varsa onu götürürük, qanaxma varsa onu saxlayırıq. Elə mövzumuz da sonuncu kəlməmdən qanaxmadandır. Soruşursunuz ki, Nazlı xanım, mədə qanaxmasının olmasını necə bilək? Hansı əlamətlər qanaxmanı göstərir və İlkin yardımımız necə olmalıdır? Bildirmək istəyirəm ki, mədə qanaxmaları özünü ən çox nəcisin qaralması kimi göstərir. Buna biz melena deyirik. Nəcis qapqara olur, mazut kimi olur və biraz da cıvıq olur. Yəni duru olur. Nəcis qaralması gördüksə də mütləq dərhal həkimə müraciət etmək lazımdır. Birinci ilk yardım eləyə biləcəyiniz nədir? Qida qəbulunu, su qəbulunu saxlamaq. Yəni ağızdan su yemək saxlayırsınız və dərhal həkimə müraciət edirsiniz. Bəzən elə olur ki, melena yanlışlıqla qoyula bilər bu diaqnoz. Bu da necə olur? Tutaq ki, siz hər hansı bir dərman preparatı qəbul edirsinizsə, məsələn, dəmir preparatı, sonra bismut preparatları, bunlar nəcisi qaralda bilirlər. Bəzi qidalar var ki, bunlar da nəcisi qaralda bilərlər. Məsələn, dəmirlə zəngin qidalar. Ona görə diqqətli olmaq lazımdır. Araşdırın ki, heç bir dərman preparatı içmirsiniz, öz-özünüzə deyin ki, yox, mən dərman preparatı içmirəm, dünənləri dəmirlə zəngin elə bir qida qəbul eləməmişəm, məndə bu qanaxma ola bilər, həkimə müraciət etməliyəm. Bir də mütləq melena ilə yanaşı halsızlıq, ürək döyünmə, baş ərlənməsi, çünki qanaxma varsa da bu mütləq olacaq yanaşı olaraq. Rənginizin avazıması, sehli qişada solğunluq, bu hiss olunur. Bunu ətrafdakılar da hiss eləyirlər və belə əlamətlər varsa dərhal həkimə müraciət etmək lazımdır. Qanaxma təkcə mədədən olmaya bilər. Melena şikayəti ilə gələn xəstədə bəzən qida borusunda da qanaxma olur. Bəzən biz təsadüfən melena şikayəti ilə gələn xəstədə qida borusu varisinin qanaxmasını aşkarlayıb qaraciyər sirozu diaqnozu qoyuruq. Hər zaman soruşursunuz, ay doktor, qaraciyər sirozum var, deyirsiniz ki, mədənə baxılmalıdır. Nə əlaqə? Bax, ona görə baxırıq ki, qaraciyər sirozu xəstələrində qida borusu venalarında genişlənmə olur və bu genişlənmə də bir gün fəsad verə bilər, qanaxma verə bilər. Ona görə də melena ilə gələ bilərsiniz. Baxırıq, uyğundursa bank liqasiya olunur xəstə və yaxud da ki, müalicə tədbirləri başlanılır. Qida borusu qanaxması melena verər, mədə xoraları melena verə bilər. Mədədə bəzən eroziyalar da melena şikayəti verir və 12 barmaq bağırsaq xoraları. Gənclərdə çox vaxt biz 12 barmaq bağırsaq xoralarının, peptik xoraların qanaxmasını müşahidə eləyirik ki, bu da melena şikayəti ilə xəstələrin bizə müraciətinə səbəb olur. Əgər melena gördüksə, nə edirik? Dərhal həkimə müraciət edirik və qida qəbulunu saxlayırıq. Bizim yanımıza gəldiniz. Xəstə ac qarnı olmalıdır təbii ki, amma qanaxmanız olubsa da dərhal xəstəxanada qanın ümumi analizi və digər həyati göstəricilər kontrol altına alınır. Həmin günü sizi xəstəxanada da saxlaya bilərlər, çünki qanaxma davam edə-edə evdə qalmanız doğru deyil. Mədə doludursa düzdür, biz gastroskopiya etməyəcəyik, amma xəstəxanada yatıdıracaq, hemostatik müalicəmizi başlayacaq, doğrudan da qanaxma təsdiqlənsə, görsək ki, bəli, hemoqlobində kəskin düşüş var, nəzarət altında saxlayacaq sizi, sabahsı gün nə edəcəyik? Gastroskopiya eləyəcəyik. Gastroskopiya müayinəsində əgər biz girdik, aktiv bir qanama varsa, həmin dəqiqə müdaxilə eləyə bilirik, skleroterapiya eləyə bilirik. Nə lazımdırsa, həmin dəqiqə qanaxmanı saxlamaq üçün həm cərrahi müdaxilə eləyə bilirik, yəni kiçik cərrahi müdaxilələr deyirik, hemokliplər ata bilərik və yaxud skleroterapiya eləyə bilərik, qanaxmanı saxlaya bilərik. Bəzən hemostatik müalicəmizdən sonra qanaxma durur, amma yerindəki o böyük xoranı görə bilirik və bundan sonra da müalicəmizi veririk ki, bu xora bir də qanamasın. Qanaxma olmamışa kimi, son zamanlarda yaz aylarında çox bizə müraciət gəlir, 12 barmaq bağırsaq xoralarından. Mütləq bu xora şikayət vermişdir. Köp, gərimə, ürək bulanma, qusma, gecə ağrıları, yuxudan qaldıran ağrılar. Bax, bu şikayətləriniz varsa da mütləq siz həkimlərə müraciət edin ki, həmin o melena şikayəti olmasın. Vaxtında qoyulmuş diaqnoz həyat qurtarır, xora aşkarlayırıqsa müalicə edirik, 6-8 həftəyə tamamilə sağalır. Diqqətli olun, həyatınıza biganə qalmayın. Hər bir insan böyük bayıra çıxandan sonra nəcisinə mütləq baxmalıdır. Baxmasaz, böyük bir təhlükə ilə üz-üzə qala bilərsiniz.